Hə? Köhnələr. Bu dəqiqə mən elə bir yerdəyəm də, hansının ki, qiymətini hələ doğrudan da köhnələr bilər. Yəni köhnə Astrovski küçəsində indiki Süleyman Tağızadə. Burada bir eksklüziv ev var, onu satışa çıxartıblar. Mən sizə detal hər kvadrat metrəsini onun göstərəcəyəm, görəcəksiniz də. Yəni ev dəhşət bir evdir. Amma birinci bir dənə danışmaq istəyirəm sizə bu barədə ki, burada yəni küllü miqdarda belə güclü rekonstruksiya gedir, tikinti işləri gedir də. Vaxt gələcəyi, çox yaxın bir gələcəkdə də həmən bax bu yer, bu ev. Bura tam şəkildə hər tərəfli bağlı olacaq şlanqbaumlarla. Bura avtomobillərin girişi məhdud olacaq. Bu tamamilə birləşəcək aşağı hissəyə biz Targovo deyən Nizami küçəsinə. Yəni bu ev ideal formada yarayır otellər üçün, yarayır səfirliklər üçün. Ümumi kvadratı da ki, sənəd əsasında 385 kvadratdır və çox saylı cürəbəcür belə əraziləri vardı içində. Hansını mən sizə bir-bir hamısını göstərəcəyəm. Yəni ideal bir variantdır. Baxın da bu həmən o köhnə Astrovski. Bəlkə indi xaricdən baxanlar da görsünlər, yadlarına saxlasınlar. Daha doğrusu yadına salsınlar köhnə xatirələrdir. İndi mən sizə, yəni ki, yaxından da bu evin girişini göstərəcəyəm. Gəlin birinci sizin üçün çəkim bax buradan bu evi ki görəsiz. Sonra da ki daxil olaq içəri. Bax bu girişdən. Baxın bax, daxil oluruq bax bu dəhlizə. Bax belə bu cür gözəlliklə birinci rastlaşırıq. İçəri daxil oluruq buradan. Baxın. Bax bu cür gözəl. Yəni onu da sizə deyim ki bu tavan burada çox yüksəkdir. Yəni hündürdür gördüyünüz kimi. Biz artıq dəhlizdəyik. Sözsüz ki, evdə bir neçə sanitar qovşağı var. Bax, bu girən kimi dəhlizdən birinci, yəni daha dəqiq olsam, bu evdə 4 sanitar qovşağı mövcuddur. Bu biri. Yəni ki, tək, sırf, yəni sanitar qovşağı. Yəni, loru dildə desək, ayaq yolu. Baxın, bu həmən o dəhlizin davamı. Gördüyünüz kimi gedirik bax həmən bu dəhlizlə və sağda bizim qabağımıza çıxır nə? Çox geniş bir qardirob otağı. Yəni buranı siz özünüz nə cür istəsəniz istifadə edə bilərsiniz. Amma məncə hələ bura birbaşa yarayır hələ qardirob üçün. Hələ birbaşa bax bu qardirobla üzbəüz, bax belə original formada gördüyünüz kimi girişdir iki otağa. Hətta üstündə də bir dənə dolab var. Yəni ki, o yorğan döşək yığmaq üçün də köhnələr bilər. Həmişə yuxarı vurardıqları. Həm də Sovet vaxtı ona andrisol deyirdilər. Bax belə. Bu bir otaq. Çox geniş, işıqlı. Gördüyünüz kimi. Bu isə növbəti otaq. Yəni bunları lap kabinet kimi də istifadə eləmək olar. Bu artıq yəni sizin öz baxışınız əsasındadır. Necə istəsəniz. Keçirik içəri. Buyurun. Baxın, necə gözəldir. Bax belə. Bu həmən bu iki otaqları mən istəyirəm biraz belə rakursdan da sizin üçün çəkim. Yəni künclərdən ki, siz daha ətraflı vizual məlumat ala biləsiniz bu barədə. Bu həmən o ikinci otaq, üzbəüz olan otağın bir dənə rakursdan sizin üçün çəkiliş. Bu hissədə siz həmən dəhlizin geniş versiyasını görürsünüz. Bunu həm də belə deyək də, zimni sad, yəni qış bağı kimi adlandırmaq olar. Yəni bura nəzərdə tutulub yaşıllıq üçün, özünüz başa düşdünüz də, yəni də gəlib burada oturub bir dənə belə gizlincə söhbət eləmək üçün. Buradan da ki, qəşəng bir dənə də balkon var. Balacadır düzdür, amma var. Bax belə. Bax burada da yəni dolab üçün
yer var. Buranı birbaşa dolab eləyə bilərsiniz. Yuxarı hissəsində də hazır bax dolablar. Onu da mən sizə deyim ki, ümumiyyətlə buranın dəhlizi görürsünüz də nə uzunluğundadır, həm də tavanları çox hündürdür. Burada tavan təxmini olaraq dəqiq deyə bilmərəm, bir 4 metr 20 var. İrəli gedirik, görürük ki, bir dənə də bax, burada belə bir otaq. Baxın, gördüyünüz kimi. Bu otaqda xüsusi kamin, onu da sizə deyim ki, yəni hamısı işləkdir ya. Kamin, hər bir şey, nə ki görürsünüz burada, hamısı işlək bir vəziyyətdədir. Buyurun, bax bu rakursdan da sizin üçün çəkiliş aparıram. Burada da, yəni bir dənə də sanitar qovşağı mövcuddur. Buyurun, baxın, yəni geniş sanitar qovşağı. Gəldik biz bir dənə də bir yerə çatdıq. Bunu duplex adlandırırlar bəziləri. Gəlin hələ birbaşa sizinlə bir yerdə qalxaq, bax, pelikanlarla qalxırıq. Bax, burada da bir sanitar qovşağı gördüyünüz kimi. Yəni burada da artıq yəni ki, geniş bir formada. İstəyirəm bax bu cür sizin üçün kadrda aparım ki, siz görəsiniz ki, biz hardan hara gəlib çıxdıq. Və burada artıq bir dənə də otaq var. Bax belə gördüyünüz kimi çox geniş, işıqlı, qəşəng. Ümumiyyətlə, yəni vurğulamaq istəyirəm ki, bu evdə bütün otaqlar tam işıqlıdırlar. Başa düşürsünüz, bax fikir verin. Rakursdan da çəkirəm həmən otağı, yəni hardan mən özüm daxil oldum bura, görürsünüz. Bax, burada qəşəng belə bir kamin. Yenə vurğulayıram ki, işləyir, işlək bir vəziyyətdədir. Bax, belə. Bu da ki, buranın pəncərələri. İndi həmən otaqdan mən çıxdım. Bax, gəlirəm, düşürəm ki, sizə bir dənə də bir orijinal bir buranın xüsusiyyətini göstərim. Yəni, siz bax, buradan düşən kimi, baxın, bax, belə dönürük bu tərəfə, daha doğrusu dönürsünüz, çünki siz dedim, gəlirsiniz, bax, burada, düşürsünüz aşağı mərtəbəyə, bax, bu hissəyə, burada isə içəridə idman zalı nəzərdə tutulub. Düzdür, yəni idman zalı o qədər də burada fəal istifadə olunmayıb, amma ən azı bu idman zalı burada mövcuddur. Yəni siz istəsəniz bunu özünüz istəyən kimi tam şəkildə bax belə təmir də edə bilərsiniz. Hətta burada artıq bir neçə idman alətləri var. Buyurun. Baxın, bax bu rakursdan da mən sizin üçün çəkim. Yəni əməlli başlı otaqdır bu. Buranı siz hər cür istifadə edə bilərsiniz. Yəni bir təyinatda ki, məsələn, məhz idman zalı. Bu, həmən o gördüyünüz evin mətbəxi. Baxın, fikir verin. Necə böyük və genişdir. Mən müxtəlif rakurslardan sizin üçün bu çəkilişləri aparıram ki, siz daha dəqiq görəsiniz ki, burada nə var və nə yoxdur. Həmçində nəzərə alın ki, yəni işıqlanma məsələsi, yəni ki, bayırdan gələn işıq yüksək səviyyədə, yəni bura işıqlı olur. Yenə mətbəx artıq digər rakursdan. Bu da mətbəx. Hal-hazırda gördüyünüz bu qonaq otağıdır. Onu da demək istəyirəm ki, yəni əlavə ödəməyə sözsüz ki, burada olan əşyaları da əldə etmək olar. Məsələn, diqqətinizi cəlb etmək istəyirəm həmən bu lustra, bu Swarovskidir bu lustr. Həmçində bir bunun qiyməti 16.000 manatdır.
bir belə rakursdan da sizin için çəkeyim. Fikir verirsiniz, bu güzgülər əməlli başlı 3D effekt yaradır. Yəni elə bir təfsirat yaranır ki, orada bir otaq da var, amma əslində elə deyil. Bu cür nə gözəl bir kamin. Buyurun, bax gördüyünüz kimi. Bu otaq da çox geniş və işıqlı otaqdır. Və gördüyünüz kimi, yəni qıraqları künc deyil də, yəni belə yumurlama forması var. Bu da əslində çox gözəl bir komfort yaradır. Bax bu evin, yəni mənzilin çıxışı, çıxırıq buradan. Bir dənə də qəşəng burada xüsusiyyət var. Mən istəyirəm sizə göstərim. Vurğulamaq istəyirəm ki, o öndə gördüyünüz çıxış, yaxud giriş, bu da məhz bu evə məxsusdur. Həmçində ev 3 sərbəst elektrik xətti ilə təchizat olunub. Yəni 3 xətti var buranın. Burada işıq olmamaq söhbəti yoxdur. Hətta bu cürünə gördüyünüz kimi profesional bir avadanlıq, elektrik avadanlığı da quraşdırılıb burada, hansı ki bütün bu elektrik sistemini burada təmzimləyir. Bura belə kiçik çamaşırxana və belə bir orijinal bir yer də var bu evdə. Yəni ki, təsəvvür edin ki, burada sauna mövcuddur. Yəni, bax, gördüyünüz kimi, bax, belə bildiyiniz sauna. Qəşəng, yəni, baxalı ağaclardan yığma, içəri girən kimi bu ağacların iyi insanın burnuna əməlli başlı vurur. Və irəlidə belə kiçik bir, buna kladovka da deyirlər, nə bilim, bir ambar da deyirlər. İstəsəniz burada məsələn kim şərab içəndirsə, bunu bir şərab üçün otaq düzəldə bilər. Yəni belə zirzəmə tipli. Bu həmən ki çıxış mən sizə göstərdim ha. Onu mən xüsusi həm də vurğulamaq istəyirəm ki, bax buradan ki siz çıxdınız ha. Bax burada olan da hər şey, yəni ki bax burada olan bu ərazi gördüyünüz, bax bu bağlı ərazilər, yəni ki otaq tipli, bax bunlar, sonra baxın bax bu hissə, bunlar hamısı yəni sənədlə məxsusdur həmən bu evə, hətta bax burada. Yəni bu hamısı bu evindir. Ümumiyyətlə mən sizə deyim, yəni bu obyekt gördüyünüz kimi, yəni çox idealdır. Bir otel üçün, bir səfirlik üçün. Özü də ki, yəni bura sökülməyəcək də, başa düşdünüz də. Buyurun, baxın, bax burada belə bir də yer var. Gördüyünüz kimi. Bax belə. Yəni əməlli başlı bax belə bir otaq da var burada. Bu da isə çıxışdır. Bax gördüyünüz kimi gəlib çıxırsınız Mirzə Fətəli Axundzadə küçəsinə. Yəni bax bu evin 2 girişi var. Baxın, gördüyünüz kimi bax bir giriş də burdandır. Obursu girişi isə evin o biri tərəfdən Süleyman Tağızadə küçəsinədir. Bununla artıq mən bu eksklüziv köhnə evdən video reportajımı bitirdim. Bütün məsələlərlə bağlı həmən bu əmlakı əldə etmək üçün, digər variantlar, baxmaq üçün, nə bilim, hər bir şey üçün xahiş edirəm birbaşa mənə müraciət edəsiniz. Mənim mobil nömrəm 070 219 19 77-dir. Bu qədər qəlbdən qəlbə.